Salam uşaqlar, mən indi sizə riyaziyyat 2-ci sinif, 5-ci sinif 2-ci hissədən səhifə 45-də olan məsələlərdən kömək eləyəcəyəm. Dəftərdə qeyd eləmişik, 45-də görün nələr var. 45-ci məsələnin 45-ci səhifədə olan məsələ 7-dən başlayır. 7-də deyilir ki, deməli, bir daha mən kitabda şəklin üstündə məsələni oxuyum. Burada deyir, akrobatik xizəklə, yəni qəribə bir oyunlar göstərə bilən, xizəklə tullana bilən dərələrin üstündən, bu təpədən o biri təpəyə tullanmağı bacaran və bəzi hərəkətləri göstərə bilən bir idmançıdır. Akrobatik hərəkətlər göstərir, yəni yüngül idman hərəkətləri. Çox da çətin olmayan. O deməli ki, yuxarı tullanan zaman ayağında olan xizəkləri belə üst-üstə qoyub, o şəkildəki kimi üst-üstə qoyub, o biri təpəyə tullanırmış. Bu zaman xizəklər bucaq əmələ gətirir. Bax, bu bucaq, bir də bax, bu bucaqlar burada göstərilib. 30 dərəcədə bu qonşu bucaqdır. Bunlara olan qonşu bucaqdır. Bunlar isə qarşılıqlı bucaqlardır. Soruşur ki, burada məsələdə X və Y bucağının, X budur, Y də bu. Qiymətini tapın. İndi bunu mən dəftərdə necə tapmışam, sizə göstərəcəyim uşaqlar. Deməli, burada görürük ki, X üstə gəl 30 dərəcə olan bucaqla, bax bu bucaqla, bilmirəm burada tünd görünür, ya yaxşı görünürmü? X üstə gəl 30 dərəcə olan bu bucaqla 30 dərəcəlik bucaq qonşudur. Qonşu bucaqlardır. Bax, bu bucaqla bu bucaq qonşu. Qonşu bucaqlarında cəmi 180 dərəcədir. Onda mən yazıram X üstə gəl 30, bir də 30 dərəcə bərabərdir 180 dərəcəyə. Birinci bu böyük bucağın qiymətini yazıram. X üstə gəl 30 dərəcə, üstə gəl, bax bu 30 dərəcə bərabərdir 180 dərəcəyə. Buradan deməli X üstə gəl 60 dərəcə bərabərdir 180 dərəcə. X neçə dərəcədir ki, toplananlardan biri məchuldur. Tənlik kimi eləsək, X bərabərdir 180-dən 60-ı çıxırıq. 180, bu bərabər işarəsidir. 180 dərəcə çıx, 60 dərəcə. Bu da bərabərdir. X bərabərdir 120 dərəcə. X 120 dərəcədir burada. Üstünə də 30 gəliblər. 150 dərəcə. Bu da 30, 180 dərəcə. İndi Y-i tapaq. Burada da 2 dənə qonşu bucağı var. 30 dərəcə. Bax bu. Bir də Y üstə gəl 10 dərəcə. O da ikinci bir ayağın xizəyi. Düzdür, xizək düz formadadır. Açıq bucaq formasındadır. Bu 30 dərəcələ Y üstə gəl 10 olan bucaq, bucaqla bu bucaq 180 dərəcə əmələ gətirir. Bu dəfə bunların cəmini 180 dərəcəyə bərabər götürürəm. Yəni, Y plus 10, bu ikinci Y-i tapmaq üçündür. Buraya da X-i tapdıq. Y üstə gəl 10 dərəcə, üstə gəl 30 dərəcə bərabərdir 180 dərəcəyə. Buradan da Y üstə gəl 90 dərəcə, yəni 40 dərəcə, 10, bu da 30. 40 dərəcə bərabərdir 180 dərəcə. Y bərabərdir 180-dən 40-ı çıxıram 140 dərəcəyə. Deməli, bu da oldu 140 dərəcə. Y üstə gəl 10 dərəcə. Bu da 30 dərəcə. Bəli, Y-i tapdıq ki, 10 dərəcədir, yoxsa 40 dərəcədir. Kitabdan baxın, 10 dərəcədir. Bəli. X burada tapmışdıq ki, 120'dir.
X-i 120 tapmışdıq. Üstünə 30 gəlirik 150. Y-i burada 140 tapmışdıq. Deməli, X-i burada tapdıq. Və təkrar orada görünmədi deyə mən bir də təkrar göstərim onu. X birinci burada tapmışıq. 120 dərəcə. Bax, burada yazmışam. 120-nin üzərinə 30 gəlsəm, 150. Deməli, bu da 150 olmalıdır. Y neçədir ki? Neçə tapdıq? Y-i 140 tapmışıq. 140-ın da üstünə 10 gəlirik 150. Deməli, qarşılıqlı bucaqlar bərabər olmalıdır. Oldu da. Bu da 150 dərəcə, bu da 150 dərəcə. Yoxlayanda alındı. Deməli, X və Y biz düzgün tapdığımızı təsdiqlədik. İndi keçirik 8-ə. Şərtə görə qonşu bucaqları tapmalı. Biri digərindən 40 dərəcə böyükdür. Qonşu bucaqlar 180 dərəcə əmələ gətirir. Bax, bunu çəkirəm kiçik formada. Biri digərindən 180 dərəcə 40 dərəcə böyükdür. Qırmızı ruçka ilə çəkeyim onu. Bax, bu bucaq var. Bax, belə. Çəkmədi bu da. Mən bunu istəyirəm biraz hündür eləyim ki, daha aydın görəsiz. İki dənə bucaq var burada. Biri digərindən. Söhbət qonşu bucaqlardan gedirsə, iki dənədən çox ola bilməz uşaqlar. 40 dərəcə böyükdür. Bu X-dırsa, bu X üstə gəl 40-dır. 40 dərəcədir. İndi nəyi tapın deyir? Qonşu bucaqları tapmalı. Bunu da tapmalıyıq, bunu da tapmalıyıq. X-in üstünə X plus 40-ı gəlsək, şərt bu olacaq. X üstə gəl, X plus 40 dərəcə bərabərdir 180 dərəcə. Çünki bu bir qanundur ki, uşaqlar, deməli, qonşu bucaqların cəmi 180 olmalıdır. Burada da bu X bu bucağı göstərir. Bu birinci qonşu bucağı. X plus 40 da ikinci qonşu bucağı göstərir. Bunların cəmini də 180 dərəcəyə bərabər götürmüşəm. İndi mən bunu həll eləyim, X-i tapım. 2X üstə gəl 40 dərəcə bərabərdir 180 dərəcə. 180-dən 40-ı çıxıram 140. 2X bərabərdir 180-dən 40-ı çıxıram 140-a. X da bərabərdir 70 dərəcəyə. Deməli, bu oldu 70 dərəcə. Tapdıq. Bax, buraya yazıram 70 dərəcə. Bu isə 70 üstə gəl 40 dərəcədir. İkinci. Biri oldu. Deməli, X 70. O biri isə 70 üstə gəl 40 dərəcə. 70 dərəcə üstə gəl 40 dərəcə. 110 dərəcə. 110 dərəcə. Deməli, iki dənə qonşu bucağı soruşurdu. Biz onu tapdıq. Daha digərinə baxaq görək. Burada bizdən nə istəyir? Görə biraz hündür eləyək mi bunu? Biri digərindən 11 dəfə, digərindən 30 dərəcə kiçik olan. Deməli, yenə də iki dənə qonşu bucaq çəkirəm. Bu qonşu bucaqların cəmini göstərən 180 dərəcəlik xətt 30 dərəcə kiçikdir. Deməli, bu olacaq X bucağı. Bu bucaq. Bu isə X çıx 30. Bundan 30 dənə az. Bu X-dir uşaqlar. Bu da olacaq X çıx 30. X çıx 30 ilə X-i toplasaq 180 verməlidir. Yazaq burada. Bu şey X çıx 30 üstə gəl. X bərabərdir 180 dərəcə. İndi mən bunu göylə eləyirəm. 2X çıx 30 bərabərdir 180 dərəcə. 2X bərabərdir 210 dərəcə. X də bərabərdir
105 dərəcə. 210 elədi də 30 ilə 180-i toplasam. 210. 210'u da 2'ye bölmüşəm. 105 dərəcə. Deməli bu 105'dir. Bu x üçün tapdıq ki 105 dərəcədir. Yazıram bura. Bu isə 105'dən 30 çıxıb bunu tapırıq. Deməli 2 dənə qonşu bucağın biri oldu 105 dərəcə. O birisi isə 105'dən 30'u çıxıram 75 dərəcə olacaq. Bu isə 75 dərəcə. Kiçik bucaq. Deməli 105 çıxılsın 30 dərəcə bərabərdir. Üstündə dərəcəni buradan bir xətt çəkirəm qarışmasın. 75 dərəcə. Deməli böyük bucağımız 105 dərəcə, kiçik olanı isə 75 dərəcə tapdıq. Biri digərindən 11 dəfə böyükdür. Yenə də mən qonşu bucaqları çəkirəm. Düz çəkmədim xətti. Bu xətti silirəm. 11 dəfə böyükdür. Kiçik bucaq budur. X bucağıdır. Böyük bucağı isə 11 dəfə böyük. 11x-dir. Bu x bucağıdır. Bu da 11x-dir. 11 burada m kimi düşüb ama 11'dir. M yazmayın. Onda x üste gel 11x 11x bərabərdir 180 dərəcəyə. Yəni iki qonşu bucağın cəmi 180 dərəcə olur. Qonşu bucaqların da sayı 2 dənədən çox olmur. Mütləq 2 dənə olmalıdır. 12x bərabərdir 180 dərəcə. 180'i bölürük 12'ye. Ben bunu qaralama hissədə bölüm. 180 bölünsün 12'ye. 12'ye bir dənə 12, 12, 60'da 12, 5 dəfə. 15 dərəcə. X bərabərdir 15 dərəcə. Deməli, bax, bu bucaq 15 dərəcə tapdım. Bu bucağı. O birisi isə 11 dəfə çox. İkinci böyük bucağı ise bu birinci bucaqdır. Burada 1 yazın. Belə eləyin. İkinci bucağı ise 11 vurulsun 15'e. 11 vurulsun 15'e. Düz tapdığımı biz 15'i 180'i 12'ye böləndə 15 mi düşür? Bir dənə 12, 12. 60'da da 12, 5 dəfə. Ha, düzdür 15 dərəcə. 11'i de 15'e vuraq görək qaralamada. 15 vur 11'e. 5, 1, 5, 1. 265 dərəcə. 200 yox, 160. Bir dəfə 5, bir dənə də 1, 1. Bir dəfə 5, 5, 1. 165 dərəcə. 165 dərəcə. Deməli 11 dəfə böyük olan bucaq 165 dərəcə, bu isə 15 dərəcə. Burada da yaza bilərsiniz. Daha biri də var uşaqlar. Biri digərindən 4 dəfə böyük olan iki qonşu bucaqdır. Biri digərindən 4 dəfə böyükdür. Yenə 2 dənə qonşu bucağı bir düz xətt açıq bucağın üstündə göstərirəm. 4 dəfə böyükdürsə, bu ən kiçik bucaq. Bu da 4 dəfə böyük olan bucaq. Kiçik bucağı biz götürsək x-la, bu da olacaq 4x. 4 dəfə böyükdür. Bundan 4 dəfə böyükdür. X-in üstünə 4x-i gəlməliyik. İki qonşu bucağın dərəcələridir bunlar. X üstə gəl 4x bərabərdir 180 dərəcəyə. 5x bərabərdir 180 dərəcəyə. X bərabərdir 180'i mən burada bölürəm 5'e.
180'i bölsən 5'ə 3 dəfə 15, 36 dərəcə. 36 dərəcə. Deməli, bu bucağımız oldu 36 dərəcə. 36'nı da, bu isə 4 dənə 36. Deməli, yazırıq ki, bu birinci bucağımız, bir qoyub burada yazıram. 36 dərəcə. İkinci bucağımız isə, ikinci qonşu bucağı isə 36 vur 4'ə. 120, bu da 24. 144 dərəcə. Dərəcəni də yazaq üstə. İki qonşu bucağı da toplayanda yoxlamaq olur ki, 180'i keçmir. Sonra 9'a baxaq görək. 9'da nə deyilir? Notebook verilib uşaqlar. Mən düzdür burada kompüter yazdım. Amma notebookda açılmış formada. Notebookun qapağı açılıb. Açılanda burada bir bucaq yaranır. Qırmızı ilə onu göstərim. Bax, burada belə bir bucaq yaranır. Bax, burada. Burada da bax, bu bucaq. Bunlar eyni qaydada açılır. Bu bucaq açılmaq qaydası. Çox bərk eləmirəm. İndi deyir ki, AOB bucağı. AOB bucağı. Bax, bu bucağı yaradır. Bu bucağın qiymətini tapın. Nə verilib bizə kitabda baxaq görək. AOB-ni tapmaq üçün bizə nə verilib? Bizə verilib 2x üstəgəl 30. Deməli, bu bucağın qiyməti, bax, bunun qiyməti. Mən burada bir xət çəkib yazıram. Buradan yazacağım. Bu bucağın 2x plus 30 dərəcədir. Bu açılan bucağın qiyməti. Bu isə x plus 18'dir. Bu kənarda qalandır. Bunun yan tərəflərinin kəsişməsindən yaranan bucaqdır. İndi nə edirəm? Bu bucaqla bu bucağı toplayanda 180 dərəcə olmalıdır. 2x üstəgəl 30, bu bucaq, bir də bu bucaq. Toplayanda düz xət əmələ gəlir. İki qonşu bucaqdır, 180 dərəcə. Onda əvvəl bucaqlarımızın necə toplayıram? Qırmızına yazıram. 2x üstəgəl 30, üstəgəl x üstəgəl 18 bərabərdir 180 dərəcəyə. Bunlarda da dərəcə var uşaqlar. 18 dərəcə, 30 dərəcə. 2x, bu da bir dənə x burada var. Olacaq 3x. 3x üstəgəl 30 ilə də 18'i toplasam 48 dərəcə. Bərabərdir 180 dərəcə. 3x bərabərdir. Deməli 180'dən 48'i çıxıram. 132 dərəcə olacaq. 132 dərəcə. Şifahi çıxdım mən. 180'dən 48'i çıxanda 132 dərəcə. Bəs x nəyə bərabərdir? X bərabərdir 132'ni 3'ə bölürəm. Kənarda bölüb yazıram. X nəyə bərabərdir? 132 bölünsün 3'ə. 4 dəfə 12, 44 dərəcə. X bərabərdir 44 dərəcə. Bizdən bax, bu bucağı soruşur. Kompüterin açılış olan bucağını. 44 dərəcədir x. X 44-dürsə, 44'ü vururam 2'yə, üstünə gəlirəm 30. Deməli, 2 vurulsun 44 dərəcə, üstə gəl 30 dərəcə. Bərabərdir. 88, o da 30. 88'in üstünə 30 gəlsəm, 200, deməli 8'in də üstə 3, 11. 118 dərəcə. 88 idi də, bəli. 30 dərəcə gəlsəm, 118 dərəcə.
18 dərəcə. Deməli, kompüterin açılmaq bucağını soruşurdu bizdən. Nə qədər açılıb? 118 dərəcə. Bu bucağa bu da bərabərdir. Ben burada kompüter yazmışam. Ama kitabınızda notebook yazılıb. Məsələ 10. İzahı bunun kitabda nə olacaq? Bu sözü də buraya yazmışam. Ona görə kitabı mən göstərirəm sizə. Budur uşaqlar. Belə bir quş yuvası verilib. Deyir ki, quşlar üçün hazırlanan evin qonşu divarları ilə damının kəsişməsindən. Bu dam, bu da yan divarları ilə kəsişib bucaqlar yaranıb. Bu bucaqlardan biri bu bucaqdır. Bu bucaq. Biri də bu bucaqdır. Deyir, bu bucaqlar qarşılıqlı bucaqlardır. Görürük ki, burada bunlar qarşılıqlı bucaqlardır. Qarşı-qarşıya durub. Amma bunlar bərabər deyil. Bu Y üstəgəl 40'dır. Bu Y üstəgəl 10'dur bu bucaq. Bu tərəfdə isə X'dir bu bucaq. Bunun qarşısında duran bucaq isə X üstəgəl 20'dir. Heç bu kongruent olmur bu bucaqlar. Əslində qarşılıqlı bucaqlar kongruentdir. Bunlar isə kongruentliyə əməl olunmur burada. Soruşur ki, evcik bu kongruentliyə uyğundurmu? Uyğun deyil. Niyə görə uyğun deyil? İndi mən bunu dəftərdə yazım ki, siz də yaza biləsiniz. Ona görə uyğun deyil ki, uşaqlar. Deməli, qarşılıqlı bucaqlardan biri X'dir, o biri isə X üstəgəl 120'dir. X bucağı X bucağı bərabər deyil X üstəgəl 120'ye. Ona görə bərabər deyil. Bax, buna görə. Biz şəkildə qarşılıqlı bucaq görürük, amma bucaqların qiymətinin fərqli olduğunu görürük. İkinci tərəfdə isə Y üstəgəl 10. Bunu da ikinci tərəfi də başqa rənglə yazım ki, qarışmasın. Görək. Bu elə nəsə. Y üstəgəl 10 bərabər deyil. Y üstəgəl 140'a. Üstəgəl 140 dərəcəyə. Bu da 10 dərəcəyə. Bax, bunlar bir-birinə bərabər deyil. Bərabər olarsa kongruentlik olar. Uyğun deyil yazırıq bura. Uyğun deyil. Şəkildən görünür. Şəklə baxıb izah elədik. Sonra məsələ 11. Burada nə deyilir? Burada belə bir deməli şouda olur. Belə şou, gecə şoularında ad gün keçirdiyiniz yerlərdə görürsünüz ki, işıqlar gah qaralır, sönür, yanır, lazer şualarıdır. Lazer şousunda olur. Burada deyir ASB açıq bucaqdır. ASB açıq bucaqdır. ASC bax bu bucaq. Yox, ASC. Yox, BSC. Bax bu bucaq. Başqa rənglə göstərim bucağı mən sizə. Saatda mənim bu qırmızı ruçkam hara getdi görəm. Bu bucaq ki var uşaqlar, bax bu B. Bax buradan bu, bir də bax bu. Bu bir qonşu bucaqdır. Bax buradan gəlirik. Bax belə, bu bir qonşu bucaq. Bu da ikinci qonşu bucaq. Bax bunları mən bir xətlə göstərirəm. O birisini isə 2 dənə göstərirəm. Bax belə. Bax belə. Burada düzdür, düz bucaq çəkiblər. Bu çaşdırmaq üçün bəlkə bu bizə lazım deyil. 2 dənə qonşu bucaq var. Biri budur, biri də budur. Bu böyük qonşu bucaq bunun 6,2'ye bərabərdir. Bunu taparıqsa, bunu da 6,2'ye vurub bunu taparıq.
Onda biz bu bucağı x-la işarə eləyək. Bu da olacaq. Bax, bunun da qiyməti 6,2x. Bax, bu böyüyün aşağı bir dənə deyil. 6 tam, bax, buradan ox çıxardıb yazıram. 6,2x-ə. 2 dənə qonşu bucaqdır. Bu x bucağı, bir də 6,2x bucağı. Bunları toplasaq 180 dərəcə olacaq. Biz bunu soruşur bizdən. ASC-ni tapın. ASC-ni. ASC-ni tapmaq üçün biz dedik ki, ASC x işarə elədik. Onda x ilə 6,2x-i toplayaq. X üstə gəl 6,2x bərabərdir 180 dərəcəyə. 6x, bu da 6,2x olur 7,2x bərabərdir 180 dərəcəyə. İndi 180-i 7,2-yə bölürəm. Bölürəm 7,2-yə. 2 dəfə 2, 4, 14 bu da. Ondan 4, 6, 7'den de 4, 3. 0 da gəlirik. 72'de 5 dəfə olur mu? 5. 5 dəfə 2, 10. 5 dəfə 7, 35. O da bir 36. Deməli 25 dərəcə. Ben bu balaca bucağı tapdım. X bucağını. Bax bunu. 25 dərəcə. X'i. X bərabərdir 25 dərəcə. Burada yazıram orada. Buradan tapdım. 180'i böldüm buna. X bərabərdir 25 dərəcə. Böyük bucağı soruşur bizdən. Və bunu soruşur da ASC-ni tapdıq. ASC-ni 25 dərəcə. İndi böyük qonşu bucağı tapırıq. BSC. BSC də bərabərdir 6,2 vurulsun 25'e. Bunu da mən burada vurum. 26, 25 vurulsun 6,2'ye. Qoy sizinlə birlikdə vurum. 25 vurulsun 6,2'ye. 11 yadda 5, 33 yadda 15. 0, 5, 5, 5. 155 derece olacak. Bu 6,2'de 25'e vuranda olur 155 derece. Deməli 2 dənə bunu tapdıq 25 derece. Bu kiçik yer. Böyük bucağı da soruşurdu bizdən. Bunu da tapdıq 155 derece. Deyir DS kongruentdir. Yəni bax bu bucaqla DSB, DSF kongruent bucaqlardır. CSF, bunu ilə bu da kongruent bucaqlardır. Dərəcə ölçülərini tapmaq lazımdır bunların da. Deməli, dərəcə ölçülərini tapmaq üçün kongruentdirsə bu bucaqla bu bucaq. Bu bucağı buradan bura bilirik ki 155'dir. Bu da olacaq 155 derece. CSF görək. CSF'i tapmaq üçün CSF 90 derecədir bura. Biz dedik ki bunu səhvən yox. Bu ikinci suala görə. 90 derecədən 25'i çıxırıq. Deməli CSF bərabərdir 90 derece çıxılsın. Bax bu balaca bucaq. Bu. Yəni 25 derece. 90'dan əvvəl 20 çıxıram 70. 70'den de 5, 85 derece. Bu da kongruent olduğundan bu hissə ilə bu hissə kongruent olduğundan DSF də DSF bunu soruşur da DSF də olacaq DSF də bərabərdir 85
dərəcəyə. Davamı varmı? Yox. Burada qurtarırıq uşaqlar. Bu şovda qurtarır. Yox, biri də var burada. Səbinəyə aid olan sualdır. Onu burada yazmışam. Bəli, 12-ci. Bəli, Səbinənin fikri doğrudur. Yəni, 2 dənə belə qarşılıqlı bucaqlardır. Bu bucağın tən böləni, bax budur. Bunlar bir-birinə bərabər olduğundan tən bölənləri də bir düz xətt əmələ gətirir. Doğrudur. Yəni ki, qarşılıqlı bucaqların tən bölənləri düz xətt əmələ gətirir. Bu bucağın tən böləni yuxarı xətt, bu bucağın da tən böləni bu xətt. İstər-istəməz bunlar ikisi də düz xətt. Mən biraz bu tərəfə sürüşüb, amma siz dəqiq çəkərsiniz. Bəli, Səbinənin fikri doğrudur. Burada bizim videomuz başa çatdı uşaqlar. Sağ olun.